Salam əziz şagirdlər. Ev heyvanlarına qulluq formu mətninin 6-cı tapşırığı ilə sizləri tanış edirik. İlahənin sualına ən etibarlı cavabı kim yerləşdirdi? Belə tapşırıqlar məlumatın düzgünlüyünü, uyğunluğunu, etibarlılığını müəyyən etmək və fikrinizi əsaslandırmaq bacarığını formalaşdırmağa xidmət edir. Tapşırıq 2 hissədən ibarətdir. Əvvəlcə seçim etməli, sonra isə seçiminizi əsaslandırmalısınız. Nailənin paylaşımına diqqət yetirək, nailənin paylaşımını etibarlı hesab etmək olar. Nailə bildirir ki, bu cür vəziyyətlərdə baytarla məsləhətləşmək lazımdır. Nailə cavabını seçən belə yaza bilər. Nailə ilahəyə nə edəcəyini söyləmədi, lakin o dərman verməzdən əvvəl baytara, yəni mütəxəssisə müraciət etməsini məsləhət gördü. Məryəmin paylaşımına diqqət yetiririk. Məryəm bildirir ki, bu problemlə bağlı onun təcrübəsi olub, onun da toyuqlarından biri zədə alanda ona aspirin verib və heç bir problem olmayıb. Məryəmi seçənlər bu cür fikrini əsaslandırsalar, məqbul sayılar. Məryəm öz toyuğuna aspirin vermiş və o tezliklə sağalmışdı. Üçüncü seçim təsərrüfat təklifləridir. Təsərrüfat təklifləri paylaşımda yalnız öz biznes işini genişləndirmək üçün iştirak edir. Təsərrüfat təkliflərinin paylaşımının ilahənin problemi ilə bağlılığı yoxdur. Yəni onun paylaşımı ilahəyə heç bir köməklik etmir. Farizin paylaşımı da ilahənin problemi ilə uyğundur. Fariz variantı seçiləndə əsaslandırma bu cür olmalıdır. Fariz baytardır, mütəxəssisdir. O aspirin nə qədər vermək mümkün olduğunu, yəni dozasını da bilir. Fariz elmi jurnala istinad etdiyini də bildirir. Bu tipli tapşırıqlarda hər hansı bir uyğun cavabı seçməlisiniz və fikirlərinizi aydın şəkildə və mətnə istinad etməklə əsaslandırmalısınız. Bir seçim etmək və fikri doğru düzgün əsaslandırmaq tam balla qiymətləndirmək üçün kifayətdir. İlahənin sualına ən etibarlı cavabı həm Nailə, həm Məryəm, yaxud da Fariz kimi seçə bilərsiniz. Burada qeyd etdiyim kimi əsas məqsəd düzgün seçim etmək və fikrinizi, münasibətinizi əsaslandırmaq bacarığını nümayiş etdirməkdir. Növbəti tapşırıqda görüşənədək. Hələlik.